kletka kimidir də taxırsan nəfəs alır. Məncə ümumiyyətlə o iti göndər getsin. Əzrail'dir sənin, hiss edirəm mən. Mən o deyirəm, o da çıxır. Burnuvu cadığı düşür, bir dəfə elə it yiyəsin burnunu yemişdi. Düz danışıram, elə bir xəstələrin tutarı nəyə baxışlarla danışıram. Yuxuluyuq da. Sen yıkılırsan gözlerin. Ya neyse sen. Deyirəm ki, o it sahibinin burnunu dişləmişdi bir dəfə deyirəm. Öyrüsle yatağı oxusun. Neçə illik sahibinin burnunu yemişdi deyirəm. Başa düşürsən nə deyirəm sənə? Ay kaka böylüsle yatağı oxusun. Tez bir zor böyle yatır. Allah yan durum geçmiş. Az qoy yesin də. Yox, niyə ya? Kaça gelmişsin seni. Seni. O iti dünən mən gördüm, o it çox qızmış itdi ya. Yəni o it yamandı. Ne diyor dişi değil yoksa? Erkekti sakal. Ən zəhləm gedən şeydir, kiməsə söz deyəndə durub mənim üzümə lom kimi baxır. Nifrət elədiyim şeydir. Bir reaksiya ver də. Düzdür, düz. Ne diyeyim da düz söz, ben düz olanda susturam. Suçu. Sən düz olduğumuzu bilirsən, amma işin ciddiyyətinin fərqində deyilsən. Öyrəşmirsən ona. Biraz zaniye. Öyrəşmirsən, onda məndən sən məsləhət ağzına koruyucu tax. Orucu da. Peki yemeğine ne yiyorsun yamanında? Ay Sako, ay bala, elə itlər üçün asobunu satırlar. Ağızlarını belə kletkalıdır. Taxırsan buradan hava görsəl. Var da da. Tax da onda. Bunda nefes alamır neyse. Yaxşı, bilmən dünənlərim sən o iti qucağına almasaydın və həyatda olmasaydın. O it o bursa iti yiyəcəkdi, düzdür? Öldüreceğiydi bu. Hapsada onun üçün taxmalısan da. Yo tabii şey eləyəm də, deyə yuvaya sallam. Vaxtlandı. Bunu bağlayıram, onu açıram gəzir, onu sallam, onu Ay qurban olun, vaxtla deyil, yox, qayda qanunla sən o itin ağzına taxmalısan onu, başa düşmürsən Ben sən. yesin ailema nefes su içsin. Yemək yiyəndə şeylə sonra təzdən bağla, yiyəsisən də sənin dilivi bilir. Xəstə deyir bu. Ölmək istəyirsən? Ölmez. Yo, təhlükəli itlərdir onlar, Sako elə demə. Hər ehtimala qoy, Ölmez. öz şeyini alsın. Bilsin ki, nə var, nə yox. Bir gün yumuşak yerinden dişlek. Ha bir evde konak da görmüş. Niye öyle görüyorlar? Qarışda mənə nə lazım. Mən insaniyyətli olaraq deyirəm onu ki, bəlkə bilmir. Ya sen özün koymuşsan da o benim anla ki eve konak gelmesin. Kestir koy. Kaç ki sen gelmişsin, gidip bağlayışım, onu kiresiz çevirin. Eğer Nemayit'ten korkursa bu yıl onun için geçecek ceza tapmışam. Mən o it olur, çox həyata girmərəm. Mən əcəlimə susamamışam. Bağlı olsa da girmezsin, ailema bağlı. Həyatım var. Ama o babasının itinin 15 kili yok diye korkarsan. Çünki əhilləş, bu hələ o iti Bilir ki təzə tanır. çiğnedi. Bu hələ o iti təzə tanır, təzə əhilləşdirir. Heç o bunu da tam tanımır o it. Yo da örgeçiflem ama tanıyor. Örgəşmək başqa şeydir, sənə tabi olmaq başqa şeydir, baboş. Ne diyeyim Tabi bax şeydir. Zaza var, Turane ilə Zaza, onun iti. Ondan diyor onların tarihi bu Mən halde. sən üçün deyirəm, onun iti tabidir məsələn. O da qorxuludur, amma oje onu əhilləşdirib. Onunki kızmış it. Ha? Neynesin yazık baboşla dahil. İndi bir de özü için. Yenə də Zaza onu küçədə gəzdirəndə mən gördüm də necə ağzına şey belə tutmuşdu ki, qaçmasın. İt var, bir dənə iti gördü, qaçdı onu dalacaq, qız kimi. Ben onu zincirde çıkarttım ki kestim. Qaçdı onu dalacaq ki, Məni onu. apardı Leman, gücüm çatmadı. Böyle məni zincirde götü gitti. Səni kimi adamın ona gücü çatmadısa, göründü o qızıb sənin üstüne düşdən olar. Öştü, hoşbəxt. Onda da ayrıca cəmaata deməyiz. Ay cəmaat, yaxşı gəlin canlıda. Akşamınız hayırlı olsun. Bugünkü mevzumuz tabii ki babaşın kızmış itinden sonra derhal
geçin Allah kurban.